Ramiz Mehdiyev və onun dəstəsi Azərbaycanda onlarla, yüzlərlə qətillərin və ölümlərin dolayısıyla baiskarı sayıla bilər. Yəni Çünki Tərtər onu hadisələrini də bu siyahıya əlavə edirsinizmi Elçin bəy? mütləq Tərtər hadisələrinin triggeri, Tərtər hadisələrində baş verən kütləvi qanunsuzluqlar, insanlara işgəncə verilməsi, döyülməsi, insanların zorla ifadə verilməyə məcbur edilməsi bu Sovet psixologiyasından gələn bir məsələdir. Yəni müasir hüquqdan xəbəri olan gənc hüquqşünaslar, müstəntiqlər, hüquq mühafizə orqanının əməkdaşları gözəl bilirlər ki, bir şəxsin ibtidai istintaq vaxtı verdiyi ifadə qol çəksə belə, məhkəmədə təcrübəli vəkil və hakim tərəfindən darmadağın edilə bilər. Çünki o adam deyər, mənə işgəncə verərək buna qol çəkdiriblər. Vəssalam. Amma Sovet düşüncəsində isə o vaxtları Vışinski vardı, prokuror, o deyirdi ki, priznание есть царица доказательств. Yəni etiraf sübutların şahıdır. Ona görə bax bu Tərtər hadisələrinin izi birbaşa Ramiz Mehdiyev və onun ətrafındakı komandaya, onun təyin etdiyi adamlara gedir. Və biz nə qədər bu adamlardan tez xilas olsaq, o qədər yaxşı.